bir çox narsistin partnyorlarının düşdüyü tələ odur ki, görəndə ki, narsist onlara qarşı dəyişir, yəni ki, yaxşı deyil artıq yəni o xoş siması, o xoş sözləri itib, kobud sözlər çıxıb ortaya, aqressiv davranış çıxıb ortaya, bəlkə yəni psixoloji şiddət ola bilər, hətta fiziki şiddət, bir çox şeylər ortaya çıxdıqca, yenə də deyim, bəzi insanların düşdüyü tələ odur ki, başlayırlar ki, deyirlər ki, ha yox, mən daha yaxşı aparsaydım özümü, daha çox sussaydım, gərək susardım, gərək deməzdim, gərək məsəl üçün dostlarımla getməzdim, gərək dostlarımla tez-tez gedirəm, heç onlarla yavaş-yavaş azaldım ünsiyyəti. Yəni tutalım valideynlərimə az zaman ayırım, uşağıma az zaman ayırım, ona daha çox diqqət, ona daha çox qayğı. Yəni burada nə olur, nə baş verir? Sən özün öz önəmliliyini, özəl olduğunu, mənini yavaş-yavaş, yəni ki, hələ bir narsistin yolunda heç edirsən, onun uğrunda sənin mənin tapdalanır, heç olur, məhv olur. Narsistin gördüyü odur ki, narsistin seyr etdiyi o olur ki, bu nə zəif insandır, bu nə qədər zəif insandır. Zəif olmaq nədir? Zəifsənsə deməli sən o qədər önəmli insan deyilsən. Sən zəif olmasaydın, sən öz önəmliliyini qoruyardın.